təqribən 10 il bundan qabaq böyük bir ustadla saz söz məclisində bir yerdə, o vaxt saz söz axşamı idi, söhbət eləyirdik və onunla vədələşmişdik ki, onun növbəti, yəni 80 illik yubileyini bir yerdə keçirəcəyik. Əməkdar mədəniyyətçisi, ustad Aşıq, Sayat Pənahov sözün üstündə durmadı. Yaşın 80-nə gəlib çıxmadı. Amma mən vədimi əməl eləyirəm. Sayadın 80 illik yubileyini onun sənətinə, adına layiq istəyirəm qeyd eləyək. Sayat Pənahov sıradan aşıq deyildi. O çox mükəmməl səsi olan, şakraq səsi olan, duru, belə meydangir səsi olan Koroğluyana bir aşıq idi. O mənada mən düşünürəm ki, Gədəbəy dağları, Azərbaycan dağları həmişə Sayadın səsinlə qürur duyacaq. Çünki o səsin içərisində bizim dağlarımızın, bulaqlarımızın şakraqlığı var idi, parlaqlığı var idi və əks sədası var idi. Aşıq Sayat ovqatlı şeirlər gələcək, Aşıq Sayada həsr olmuş şeirlər də səslənəcək. O cümlədən onun repertuarında ki, olan gözəl mahnılar aşıqlarımız tərəfindən səslənəcək. Bugün Gədəbəydən aşıqlarımız da gəliblər və bizim Vüqar Şamilovu yəqin ki, hər kəs tanıyır. Onun yanında Tahir İskəndərov, Ustad Balabançımız buradadır. Asudə Şınıqlı istedadlı aşığımızdır və gənc balabançı, mənim umut yerim olan Əli Şamilov da buradadır. İnşallah bu sənət yolu buradan Sayadın ruhunla bərabər irəliləyib gedəcək və siz də orada öz mövqeyinizi həmişə göstərəcəksiniz. İstəyirəm Sayadın çox sevdiyi bir hava səslənsin. Ağır çərli. Abbas Farqınının sözlərini elə oxuyurdu ki, adamın ruhu titrəyirdi. Meydan sizindir.
kadına Var olun, həqiqətən Aşıq Sayadın səsinə, ləmsinə layiq bir ifa elədiniz. Gədəbəy aşıqlığına da elə, Sayad yolunun davamçılarına da bu yaraşırdı. Var olasınız. Gözəl bir diyarda 1945-ci ildə Gədəbəyimizin Kərimli kəndində dünyaya göz açmışdı. Və gənc yaşlarına qədər artıq öz kəndlərində bilirdilər ki, çox möhtəşəm səsi olan bir gənc böyüyür. Yeniyetmə çağlarında onun səsi sorağı ətraf kəndlərə də yayılmışdı. Bir müddət sonra o çevrənin ən gözəl aşıqlarınla yaxından tanış olmağa başladı. İllah da İsfəndiyar Rüstəmovla. İsfəndiyar Rüstəmovla illər boyu, bəlkə də 10 illər boyu çiyin-çiyinə sənət yolunda irəlilədilər. Gədəbəy Xalq Aşıqlar Ansamblının iki dirəyi, iki belə deyək ki, sütunu kimi ortada dayanmışdılar. Və hər da İsfəndiyar Rüstəmov olanda Sayad Pənahov da var idi. Sayad Pənahov olan yerdə də İsfəndiyar Rüstəmov var idi. Onların bu sənət yolculuğu çox böyük şöhrət ortaya gətirdi. Xalq Aşıqlar Ansamblı orada onlarla aşıq öz ətrafına cəmləşdirdi. Mərkəzdə bu iki böyük sənətkar olmaqla Bakıda, Gəncədə, Azərbaycanın ən müxtəlif yerlərində, o cümlədən Moskvada, ən müxtəlif yerlərdə Gədəbəy aşıqlığına böyük şöhrəti bu iki böyük sənətkar gətirdi. Və Sayad Pənahovun harada səsi gəlirdisə, Sayad Pənahovu Koroğlu aşığı kimi həmən tanıyırdılar ki, o Koroğlu aşığı kimi misli bərabəri olmayan bir aşıq idi. Səsindəki şaqraqlıq, gürluq, özünə məxsusluq bənzərsiz idi. Bugün istəyirəm ki, verilişimizin bu məqamında məhz bir Koroğluxan aşığımızın yolunla bir misri səslənsin. Görəcəksiniz, Qələndər Zeynalov, ustad aşığımız onu təqdim eləyəcək. Ustad Balabançımız da onunla birlikdə belə deyək ki, o misri gedişini təqdim eləyəcəklər. Və görəcəyik ki, həqiqətən Tahir də göstərməyə çalışacaq bu məsələni. Misridə Sayadın özünə məxsusluğunun incəlikləri çox idi. Yük ağırdı, amma Sayadın yolunu davam elətdirən və uğurla davam elətdirən Qələndər onu gerçəkləşdirəcək. Qələndərin səsində Sayada ünvanlanmış bir şeir səslənəcək. Və Altay Məmmədlinin bu şeirində Aşıq Sayadın sənətinin gücü nədədir, insanlığının gücü nədədir, ruhunun enerjisi nədədir, o çatdırılacaq. Meydan sizindir. Aslan kimi bərəsi var Səyyadın neyni. Dedim görmez onu. Ay aman, ay aman. Ay aman, aman. Her dolaylar yokuşlar. Aslan kimi bərəsi var Səyyadın ey qadanam. Cəngini, Misrini oxuyanda görürsən Koroğlu tək nərəsi var Səyyadın. Hey, yormadı onu nə doloylar, yoxuşlar. Aslan kimi bərəsi var Səyyadın. Şunu tağır düzel bana
çöhrəsi var səyyadın. Dedim aşıqlığa qay, gel 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 mənim balama mənim sonam sevirəm neydi. Bir töhbəydin əzəldən, nurlu müzlü çöhrəsi var səyyadın ey qadanam. Qara düşməz işini Tanrı düzəldən, yükü var idi qoşma təcnis qəzəldən, aşklığa bir töhvə idi əzəldən, nurlu üzlü çöhrəsi var səyyadın. Deyim ki, şeir gözəldir. Amma şeiri öz nərəsindən çatdıran Qələndər Zeynalovun səsi də gözəl idi. Çox sağ olun. Allah rəhmət eləsin. Səyyadın ruhu şad olsun. Altay qardaşıma can sağlığı. Var ol. Burada maraqlı bir şey də var idi. Mən diqqətim çəkdi. Deyir ki, Sayadın arxasınca elə pöhrələr gəlir ki, onların misli bərabəri yoxdur. Pöhrələrin biri də sənsən. Məsələn, Cavad Məhərrəmi çox gözəl ifaçıdır. 3 il Sayadın yanında şagirdlik eləyibdir. Bu saat Təbriz Qaradağda ən məşhur aşıqlardan biridir. Vədud Təbrizli ən istedadlı aşıqlardan biridir. Yəni, belə baxanda təkcə Gədəbəy çevrəsində deyil, geniş Azərbaycan səsində də aydın. Geniş Azərbaycan səsində də aydın göründü. Var olasınız. Sayad Pənahov çox geniş miqyasda fəaliyyət göstərən aşıq idi. O öz sənət yoldaşı, sənət ustadı olan İsfəndiyar Rüstəmilovla birlikdə Kəlbəcərdən, Göyçədən belə ta Tovuza, Qazağa qədər, Gəncəyə qədər hər yerdə Azərbaycan sazını ən yüksək ovqatda, ən yüksək ləyaqət səviyyəsində təmsil edirdi. Və o məclislərdən gələndə oradan maraqlı sözlər də gətirirdi. Xatırlayıram ki, Əli Dastançının çox maraqlı bir sözünü gətirdi, el cəmaat arasında yaydı. O sözü istəyirəm ki, bugün gəraylı havasının üstündə Azər Fərmalıoğlu başda olmaqla bizim heyətimiz səsləndirsin. Həqiqətən bizim maraqlı ifaçımız da buradadır. Mehman Aslanoğlu, o da bu yolun çox maraqlı ifaçılarından biridir. Ələkbər qardaşımız da dəstək versin. Qoy görək Sayad kişinin gətirdiyi o sözlər aşıqlarımızın səsindən, sinəsindən necə dalğalanacaq.
Çok döşüne döymə girəm, çok döşüne döymə, cinalay döymə, cinalay döymə, cinalay. Keysevle keysemenel, keysevle keysemenel, Katil hürmeten yiten değil, katil hürmeten yiten değil, ay yiten değil, ay yiten değil. Öz atayla gedrine ver, öz atayla gedrine ver, özgelerine söyleme, özgelerine söyleme, günelay söyleme, günelay söyleme. Elin elden gelsin sesin, elin elden gelsin sesin, vatandaşın her hevesin, ay her hevesin, ay her hevesin. Çalışılan hiçbir kensiz, çalışılan hiçbir kensiz, katilen ay değme gülen, değme gülen ay değme, gülen ay değme, gülen ay değme gülen. Ağaçların ay kara canlar, Ağaçları kara çallar, vurma bana yara cellat, vurma bana yara cellat, yara cellat, yara cellat, yara cellat. Onu deyim ki, Sayadın səsində bir sehir də var idi. Onun səsindən pərvazlanan, qanadlanan şeir sonra dillər əzbərinə çevrilirdi. Elə ki, məclislərdə bir-iki dəfə oxundu, ondan sonrasına el cəmaatının arasında dillər əzbərini çevrilir. Bu şeir də elə idi. Siz də onu gözəl təqdim elədiniz. Var olasınız. Gədəbəyin çox maraqlı, diqqət çəkən havaları var. Onun biri də cəllidir. Amma cəlli ilə bərabər onu da unutmayaq ki, dərvişini ya xalq arasında qaraçı el havası da deyirdilər. Bu havalarda çox maraqlı gedişlər eləyirdi Sayad. Xüsusən də Gədəbəydə rədifli şeir oxunanda İlyas Taftıqın sözlərinə çox özünə məxsus çalarlar vururdu. Bu İsfəndiyar Rüstəmovla doğmalığından, sənət qardaşlığından gələn bir keyfiyyət idi. Və İlyas Taftıqın başqa bir şeirinə də diqqət çəkmişdi. Dağlara həsr olunmuş İlyas Taftıqın şeiri Sayadın səsindən elə çağlayıb gedirdi ki, həqiqətən o dağların əzəməti görünürdü. O dağların vüqarı görünürdü və dağlardakı o ahənruba gözəllik görünürdü. O cəllisini, yəni Sayad cəllisini deyək, bugün bizim Şahin Əkbərov qardaşımız gəlibdir, səsləndirsin və yenə də İlyas Taftıqın həmin sözlərinin üzərində Tahir qardaşımız da ona dəstək verəcək. Buyursun bir Gədəbəy cəllisi, bir Sayad cəllisi.
göçten olmaza. Gel gedeh bizlere gidey. Gel gedeh bizlere gidey. Bakımandan kalay. Tebrize Deyim ki Şahin, sən Aşıq Sayadın səsini, ləmsini və yolunu uğurla mənimsəyirsən, var olasan. O yolda davam eləmək lazımdır. Şeirdə də bir misra məni çəkdi, apardı. Deyir ki, qıy vuran qartallar zirvədə təkdir. Bəli, o zirvədə olan tək qartallardan biri də, azman qartallardan biri də Aşıq Sayad idi. Sən də səsinlə onu gözəl çatdırdın. İkiniz də var olun. Ustad həqiqətən klasik sözlərə çox diqqət eləyirdi. Harda Sayad Pənahov olurdusa, Qurbaninin, Tufarqan Abbasın, Xəstə Qasımın, Aşıq Ələsgərin sözləri oxunurdu. Onun sinəsindən elə sözlər gəlirdi ki, dillər əzbəri olurdu. Mən xatırlayıram ki, məclislərdə dönər-dönər Sarıtellə yanaşı həm də dübeytini ondan istəyirdilər. Baş dübeytini elə sözlər oxuyurdu ki, o sözlər indi də bizim qulaqlarımızda cingildəyir. Duman gəl get bu dağlardan, dağlar təzə bar eyləsin. Bu sözləri bugün bizim dəyərli ustad ifaçımız Tərana İmanova səsləndirəcək. Ələkbər ilə Şahin Əkbərov da onu dəstək verəcək. Meydan həmən səsindir. Xanım qızımız da o ənənəni davam etdirəcək. Buyursun. Gözlerim görsün seni, ne gözlerim görsün seni, ne könlüm var eylesin. Ay aman aman, bu yaman aman, balalay lay kadına. Haşa sevdiceğim haşa, haşa sevdiceğim haşa. Deylenler geldi başa, geldi başa, geldi başa, geldi başa. Bir yandan özün tut taşa, bir yandan özün tut taşa, bir yandan el çar eylesin, ay eylesin, can eylesin kadına.
Təranə xanım, ustadın gözəl, belə deyək ki, o istəyi var idi ki, gözəl bir səs eşitsin. O gözəlliyi sənin səsin tamamladı və sənin səsin onun ruhuna unudulmaz bir sığal çəkdi. Var olasan, həqiqətən var olasan. Sağ olun. Böyük ustadımız əlbəttə ki, klassik ustadlara da çox diqqət yetirirdi. Onlar mərkəzdə idi. Amma öz el oğlusu olan şairlər var idi ki, onları da diqqətində saxlayırdı. Məsələn, İlyas Tapdığı bayaq şeirini də təqdim elədik, gördünüz. O cümlədən Rəşid Boladoğlu'nun, Musa Ələkbərlinin və bu sıradan olan Gədəbəy şairlərinə, xüsusən saz şairlərinə çox yaxınlığı var idi. Onları da repertuarındaydı. Bugün burada Musa Ələkbərinin bir şeirini bizim gənc aşıqlarımız təqdim eləyəcək. Sayat yaradıbdı bu yolu. O mənada İmralı Fikrətoğlu'nun və Nəcəf Uğurlu'nun səsində Hüseyni havası üstündə dinləyəcək. Qardaşımız da balabanda dəstək verəcək. Buyursunlar. Her gün ayrı sadan ey akşam seherden sen benden ayrılan ey bilmeyeceksen bilmeyeceksen üzülüp başına şirin ey hatirelerden sen benden ayrılan ey bilmeyeceksen 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 Gizli dünyası var bizim kızların teyze yüzü gülür ey o gözlerin o gözlerin dolu boşaldı zazalım ılıdı gözlerim dolu boşaldı zalım ılıdı gözlerim sen beni buradan ey bilmeyeceksen zalan ölürüm sana ölürüm ay kız ölürüm
bağlasan ey öz Allah'ını. Sen benden ayrılan ey bilmeyeceksen, bilmeyeceksen, bilmeyeceksen. Ay sen severler canım seslensen bile. Sen severler seslensen bile. Demel yere göğe pislesen böyle, pislesen böyle. Allah bir gün ayrılmayı istersen bile. Allah bir gün ayrılmayı istersen bile. Sen benimle ayrılan bilmeyeceksen canan ölürüm, canan ölürüm, ay kızan ölürüm. Yön verin ey bakanın ay karılar. Derdi gebine yolun ey. Her zaman ağlar, her zaman ağlar, her zaman ağlar. Ben kalana kalmayayım. Var olun, sizin səsinizi mən dinlədim və düşündüm ki, Aşıq Səyid Pənahovun ləmsi, oxu tərzi bu cür davam eləyirsə, sənətimizin sabahına işıq düşür. Var olun. O yolu qorumaq lazımdır. Qoy Aşıq Səyidin ruhu şad olsun, sizin də səsinizə qüvvət. Var olasınız. Səyidin çoxlu ifalarında özünə məxsusluqlar var idi. Bu özünə məxsusluqların biri də onun yaratdığı havalara gətirib çıxarırdı. Məsələn, indi Səyid gözəlləməsini görəcəksiniz və yaxud Gədəbəy aşıqlarının illər boyu oxuduğu mahnılar var idi. Müxtəlif gözəlləmələr İsfəndiyar Rüstəmovla Səyid yaratmışdılar. Bu mənada bu aşıqların səsindən gələn o çalarlar, melodik gedişlər, gəzişmələr o havaları ərsəyə gətirmişdi. O cümlədən indi görəcəyiniz Səyid gözəlləməsi də Nərmin Cəlal bizim istedadlı aşığımız. İnşallah onun gələcəyinə də ümidimiz çoxdur. Onun səsində canlanacaq. Buyursun qızımız. Dilimin əzbəri, bəri bax bəri, dilimin əzbəri, bəri bax bəri. Həyalı anası, zalım balası, həyalı anası, zalım balası. Qəlbimi sərbəri, bəri bax bəri, qəlbimi sərbəri, bəri bax bəri. Bəri bəri bax bax, bəri bax bəri. Qəlbimi sərbəri, bəri bax bəri. Görsən o qayada ziyada məni, görsən o qayada ziyada məni, atsalar ayada çayada məni, atsalar ayada çayada məni. Məzmun naziyada qayada məni, Məzmun naziyada
qayada məni könlümün məxbəri bəri bax bəri könlümün məxbəri bəri bax bəri 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 bax bax bəri bax bəri könlümün məxbəri bəri bax bəri Yarın eyleme sarı olacaksan qarı unutma varı Tahir yadigarın eyleme sarı olacaksan qarı unutma varı Kəstirib saçları tullamarı eşit bu kəmsəri bəri bax bəri Kəstirib saçları tullamarı eşit bu kəmsəri bəri bax bəri A gönlər sonası bəri bax bəri Əlində xınası bəri bax bəri A gönlər sonası bəri bax bəri Qaşında zurnası bəri bax bəri A gönlər sonası bəri bax bəri Əlində xınası bəri bax bəri A gönlər sonası bəri bax bəri Qaşında zurnası bəri bax bəri Təşəkkür edirəm. Bu şeir qoşa yarpaq üstündədir. Çox maraqlı poetik gedişləri var və melodiyasını da Sayat çox böyük ustalıqla o gedişata qurubdur. Sən də çox özünə məxsus oxudun. Mən bu mahnını müxtəlif açıqların ifasında dinləmişəm. Sənin səsin yeni bir çalar gətirdi, yeni bir düzən gətirdi. Ona görə səni ürəkdən təbrik edirəm. Sayadın yolunu uğurla davam elə. Var ol qızım. Aşıq Sayad çox özünə məxsus repertuarı olan aşıq idi. O Koroğlu havalarında misilsiz şəkildə oxuyurdu. Hətta qəmli havaları da elə oxuya bilirdi. Yəni, çox fərqli yanaşmaları var idi. İlla da məclis qızışanda, məclisin şux və şakraq yeri gələndə gözəlləmələrə, xüsusən adamların gözünü, könlünü oxşayan mahnılara çox özünə məxsus axırlarla girirdi. Onun biri də Ay Çiçək tərənidir. Elə məclis olmurdu ki, Sayad orada olaydı və Sayada deməyəydilər ki, o Ay Çiçək tərəni oxu. Bilirsiniz ki, o Şair Cavadın şeiri idi və dillər əzbəri idi. Onun el cəmaat arasında çox geniş yayılmasında Sayadın rolu olduqca böyükdür. Bugün Gədəbəy əlindən gələn gözəl ifaçılarımız buradadır. Şübhəsiz ki, ustadımız Qələndər Zeynalov başda olmaqla Tahir İskəndərov və Şahin Əkbərov buradadır. Üçlü bir yerdə Ay Çiçək tərəni səsləndirsinlər. Sayad kişinin də qoy ruhu şad olsun.
şehir yazmağa. Ay kız adın nedir ay Serdar? Ay kız adın nedir ay Serdar? Sevgilim adın nedir ay Serdar? Kızlar gedib niye dalda qalırsan? Kızlar gedib niye dalda qalırsan? Dar gərdələ yeddi hörük salırsan. Dar gərdələ yeddi hörük salırsan. Lalədən nərgizdən ətir aldırsan. Lalədən nərgizdən ətir aldırsan. Ay qızanın ədin ay çəklər. Ay qızanın ədin ay çəklər. De görüm adın ədin ay çəklər. Dəstə bağlay o dağları gülürlər. Dəstə bağlay o dağları gülürlər. Sənin kimi gözəl asar telirlər. Mən şair zavadam ayırmeriller. Mən şair zavadam ayırmeriller. Ay kız adın adın ay Serdar. Ay qız adın ədin ay çəklər. De görüm adın ədin ay çəklər. Ay qız adın ədin ay çəklər. De görüm adın ədin ay çəklər. Ay Serdar'ın ayda zamana. Var olun, bu hava şübhəsiz ki, Şirvan gözəlləməsidir. Amma Sayat və Sayat qəbilinin olan və o yolu yürüyən ustad aşıqlarımız elə özünə məxsus çalarlar, mahnıya gətirmişlər. Heç kim Şirvan gözəlləməsi demirdi. Deyirdilər bir ay çiçəklərən oxuyun. Və dillər əzbəri olan bu mahnı bugün də bir repertuardadır və sizlər müxtəlif məclislərdə onun sifarişlərini alırsınız. Sənətin uğuru buradadır, sənətkarın uğuru buradadır. Qoy ruhu şad olsun. Var olun sizdə. Verilişimiz gəlib sona yetişdi. Şübhəsiz ki, müxtəlif ifalar dinlənildi. Daha çox Sayadın repertuarından olan mahnılar dinlənildi və onunla bağlı öz arzularımızı, düşüncələrimizi, gələcəklə bağlı hansı belə deyək ki, addımlar atılacaq Sayadın sənətinlə bağlı o ətrafda danışdıq. Amma son olaraq istəyirəm ki, məhz əgər Sayadın sənətindən söhbət gedirsə və Gədəbəy aşıqlığının möhürü olan baş sarıtel səslənsin. Çünki bütün hallarda Sayadın səsinin bütün qüdrəti baş sarıteldə idi. Baş sarıteli bizim aşıqlarımız, Gədəbəy aşıqlarımız təqdim eləyəcək. Ondan sonra verilişimizi tamamlayacaq. Buyursunlar.
Çox təşəkkür edirəm, var olasınız. Əlbəttə ki, baş sarıtel olmadan verilişin belə deyək ki, möhrü vurulmazdı. Çünki Sayadın ənənəsi elə idi ki, Gədəbəy aşıqlığının pasportu olaraq özdə onu da Sayad yaradıb, onu da biləsiniz. Və o mənada bu son baş sarıtel bir daha göstərdi ki, Gədəbəydə Sayad ənənəsi, Sayad ifaçılıq ənənəsi yaşayır və uğurla davam eləyəcək. Minnətdaram, var olasınız hamınız. Hörmətli tamaşaçılar, bugün Ustad bir aşığın 80 illik yubileyini qeyd elədik. Mən istəyərdim ki, o özü də burada yaşasın, gəlsin, iştirak eləsin. Amma ruhu iştirak elədi. Sayadın sənəti Gədəbəydə yox, çevrəsində yox, daha geniş miqyasda fəaliyyətdə olan bir sənət yoludur. Bu saat Təbriz Qaradağda Sayad yolunda oxuyan yüzlərlə aşıq var. O mənada Sayad Azərbaycan aşıqlığında son 20-30 ildə elə bir ənənə yaradıb ki, o ənənənin bundan sonra 200 il, 300 il davam edəcəyinə tam inanmaq olar. Yenidən xoş günlərdə görüşmək arzusuna. Sağ olun, sağlıqla qalın.